Metropat, Baksol, Ziya Bünyadov prospekt avtomobil yolu gələcəkdə 8 noyabr prospekti ilə birləşəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, inşa ediləcək iri miqyaslı yol Metropat və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanılacaq. Sürücülərə və sakinlərə şad xəbər. Paytaxtımızın mərkəzi küçələrində nəqliyyat yükünün aradan qaldırılması istiqamətində yeni layihəyə start verilib. Maşın sayı çoxdur. O məsələ uzun çəkəcək. Hər halda yaxşı olar da. Xeyrimizə olan hər bir şeylə biz razılaşırıq da. Tıxaclar azalsa yaxşı olar. Məlumata görə hazırda Azadlıq prospekti ilə Binəqədi şosesi istiqamətindən Binəqədi Novxanı yolundan birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrları çox olan yolla hərəkət etməyə məcbur qalır ki, bu da həm vaxt etkisinə, həm də yolların əlavə yüklənməsinə səbəb olur. Aparılacaq yenidən qurma işindən sonra isə həmin yolda avtomobillərin prospektə birbaşa və fasiləsiz çıxışı təmin edilərək marşrutlar qısaldılacaq və ümumi nəqliyyat səmərəliliyi artırılacaq. İnşa ediləcək bu yeni iri miqyaslı yol Mehdabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq. Xüsusilə Binəqədi 20 yanvar Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Məlumata əsasən Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdiriləcək yeni avtomobil yolunun Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol isə gələcəkdə 8 noyabr prospekti ilə birləşəcək. Bu layihənin digər üstün cəhəti ondan ibarətdir ki, bugün ən yüklənmiş yollardan biri olan, yol qovşaqlarından biri olan 20 yanvar dairəsinə daxil olan avtomobillərin bir hissəsi yeni magistrala yönlənəcək və bu ərazilərdən çıxan sürücülər şəhərin mərkəzinə girmədən birbaşa Heydər Əliyev prospektinə, gələcəkdə isə 8 noyabr prospektinə çıxa biləcəklər. Qeyd edək ki, ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq. İlkənə Vaqif qızı, Əfqan Bayramov, Space xəbər.